Bismillahirrahmanirrahim. Diğer rivayette sahih mənbələrdə gəlir. Allah Nəbisi sallallahu aleyhi ve sellem ashabı ile beraber oturmuştu. Ve birden bir genç yakınlaşır. Bu da sahabidir. Bir genç yakınlaşır. Ve deyir ki İ'zenli ya Resulallah biz zina. Mənə zina etmək üçün icazə ver. Ruxsat elə. Və təbii ki, bu sözdən sahabələr çox qəzəblənir. Və az qalmış da ayağa qalxıb onu döysünlər. Yəni, bu insan nə qədər cəsarətli. Bu nə cürət gəlib Rasulullah sallallahu aleyhi ve sellemə cəmaatın içərisində mənə zina eləməyə icazə ver, ruxsat ver. Qoy gedim bir dəfə zina elə. Bu deyilən sözdürmü? Yəni, qalxırlar onu dövməyə. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem ona toxunmamağı işarət edərək onları əyləşdirir. Və sonra həmin gəncə bu sualları verir. Ətarda li ummik, bu icazəni sənin anan ilə zina etməyə, məndən icazə almağa gəlsələr, razı olardın. Qalə lə, xeyr. Və sonra bacın üçün, yox ya Resulallah. Xalan üçün, xala da ana yerinədir, yox ya Resulallah. Bəs bibin üçün, yox ya Resulallah. Eləcə də sənin izin almaq istədiyin o kəs ki, kimlə sən zina eləməyə ruxsat və icazə alırsan, kiminsə həyat yoldaşıdır, kiminsə qızıdır, kiminsə xalasıdır, kiminsə bibisidir. Yəni, insanların namusudur. Buna görə zina, qardaşlar, Rahmənin ən nifrət etdiyi günahlardandır. Digər rivayətdə, İnnallaha yəğar. Həqiqətən Allah-u Teala qısqanar. Onun da qısqanclığı onun hüdudlarını pozmaqdır. Həmin digər rivayətdəki hədisi də digər hədis şərh edir. Allah-u Teala'nın halal etmədiyi bir fərcə izinsiz daxil olmaqdır, yəni nikahsız. Bu Allah-u Teala'nı çox qısqandırar və çox qəzəbləndirir. Digər rivayətdə həqiqətən bu əməl qulu Rahmənin gözündən salar. Qulu Rahmənin gözündən salar, vallahi aləm, tətbiqini həyat təcrübəsində nədə gördüm? Həp zina edən qardaşlarınızın namazı necə tərk etməsini şahid oldum. Hansı qardaş namazı tərk etmişsə, vallahi qurdaladım, araşdırdım, etiraf elədi ki, zinaya düşüb. Hansı qardaşınız ki, namazdan yəni məhrumdur və ağlayıb deyirdi ki, vallahi namazı qıla bilmirəm, 2 ildir namazı tərk eləmişəm. Vallahi mənim başıma gələn söhbətlərdir, diyaloglardır bunlar hamısı. 2 ildir namazı qıla bilmirəm. Şeyx dua ilə ki, mən namaza qayıdım. Biri deyir 1 il, biri deyir ki 4 aydır, biri deyir 6 aydır ki, namazı qıla bilmirəm. Yəni özü ağlayaraq deyir ki, mənə dua elə. Vallahi bunu şahidik. Kimdən soruşdum, hamısının başının üzərində bu çıxdı. Zinaya düşməsi. Rivayətə gəlir ki, Allah Teala çox qısqanar. Həqiqətən Allah Teala qısqancdır. İnnallah yəğar. Qeyrə sözü var. Bizdə qeyrət deyirlər, düzdür mü? Əslində ərəb sözdür. Qeyrə. İnnallah yəğar. Allah Teala çox qısqanar. Onun da qısqanclığı onun kəniz bəndəsinə halal edilmədən yaxınlaşmasıdır qulun. Yəni zina edilməsidir. Onun hüdudlarının pozulmasıdır. Digər rivayətdə də həqiqətən bir qul zina edərsə Rahmənin gözündən düşər. İyazın billah. İyazın billah. İyazın billah. Əl-Xulasa qayda xəmir rivayətə bir gənc gəlir, nə deyir? Ya Resulallah, mənə zina etməkdə rüxsət ver, izin ver. Və sahabələr onu döyməyə qalxanda onları ələşdirib və ona tərbiyə dərsi verir. Gözəl bir şəkildə, sakitcə, çünki bu gəncdir, dəliqanlıdır, özündə dəli şəhvəti ona qalib gəlmiş. Bilirsiniz ki, İbn-i Qeymin sözlərindən götürsək, şəhvət insana qalib gələndə ağıl işləmir. Şəhvət insana qalib gələndə ağıl işləmir. Həqiqətən elədir. Yəni, insan elə bir rəzil hala düşə bilir ki, ağıllı insan, ağılı başında olan insan özünü o rəzalətə salmır. Artıq ağıl orada kömək eləmir, ağıl işləmir, yalnız şəhvət. Yəni, önü görmürsən.
Senden besiret ve müdrüklük ve önü görmek kabiliyyəti götürülür. Qəlbin artıq besiret əvəzinə kör və nə olur? Sanki paslanmış olur. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem ona lətafətli çox gözəl bir tövsiyə eləyir. Və o dedi ki, yox ya Rasulullah, təbii ki, mən də razı olmaram. Yəni, anam üçün, bacım üçün, xalam üçün, bibim üçün. Deyir ki, aleyhissalatü vesselam, eləysə həmin o kəs də kiminsə qızıdır, kiminsə xalasıdır, kiminsə bibisidir, kiminsə anasıdır, kiminsə həyat yoldaşıdır. Və sonra öz mübarək əlini, əli şərifini mənim köksümün üzərinə qoydu, yəni sinəmin üzərinə qoydu. Fədə'a bidəavat və bu duaları etdi. Allahümmə hassin farcə və tahhir qalbə vəğfir zənbə. Allahümmə hassin farcə. Allahümmə onun cinsi orqanlarını fahiş günaha düşməkdən qoru. Allahümmə hassin farcə. Və tahhir qalbə və onun qəlbini təmizlə. Niyə görə qəlb və təmizləmə kəlməsi? Çünki qəlb xəstələnəndən sonra bu hadisələr baş verir. Qəlbi o hala salmamış, sən o hala düşmürsən. Demək ki, qəlb xəstələnər. Qəlbin də xəstələnmə yolu, qardaşlar, baxın buradan başlayır. Göz baxar, zina edər, qəlb xəstələnər, tələb edər. Bel qaynayar, üzr istəyirəm və məni də neyniyər? Artıq məxrəcə yaxınlaşar. Həmin an ağıl işləmir. Çox gecdir. Əksini gətirəm. Göz qorunar, tərk eləyər. Əvəzində Allah-u Teala ona iman hədiyyə verər. Ağıl da gəldiyində salamat qalar və zinaya ehtiyac olmaz. Bu qaydanı haradan götürür alimlər? قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللّٰهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ. Mömin kişilərə de ki, gözlərini harama baxmaqdan, naməhrəmə baxmaqdan yan etsinlər, yerə baxsınlar, qadına baxmasın, naməhrəmlərə baxmasınlar. قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ. Bununla onlar öz cinsi orqanlarını qorumuş olacaqlar. Ayət kəlmədə və cinsi orqanlarını qorusunlar. Yəni bununla qorumuş olacaqlar. ذَلِكَ أَزْكَى لَهُمْ. Bu onlar üçün daha pak, daha təmizdir. Beləcə Allah şübhəsiz ki, sizin nələr törətdiyinizdən xəbərdardır. وَقُلْ لِلْمُؤْمِنَاتِ. Və sonra uzun-uzadı ayət gəlir, bilirsiniz. Nur surəsində və mömin qadınlara dinən eyni qaydalar gəlir və uzun əhkamlar gəlir. Əl-Xulasa, sahabe deyir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem mənə gözəl tövsiyə elədi. Sonra mübarək əli şərifini sinəmə qoy, bu duanı eləyib, əlini qaldırandan sonra vallahi zina mənə irgəndirildi və həyatında ən nifrət etdiyim bir şey çevrildi. Allahu Akbar. Burada çoğul faydalar var qardaşlar. Faydalardan da biri Allah Nəbisi sallallahu aleyhi ve sellem eyni zamanda bir tərbiyəçi və bir ata obrazındadır burada. Şək yoxdur. Çünki hər bir peyğəmbər öz ümmətinin atasıdır. Bu qaydadır qardaşlar. Hər bir peyğəmbər öz ümmətinin qaydasıdır. Bu qaydanı da alimlər haradan çıxartdılar? Əl-Hicr surəsindən. Qalə həuləi bənəti in kuntum fəilin la'amruka innahum lafi sakratihim ya'mahun. Lut aleyhissalam, birisiz İbrahim aleyhissalamın qohumuydu. Onun qohumuydu və ikisi də peyğəmbər idi. Allah-u Teala hərəsini bir bəldəyə göndərir. Xəlil İbrahim'i bir bəldəyə, onun da əmisi oğlu deyilənə görə, rivayətlərə görə Lut aleyhissalam, onlar qohumlar eyni zamanda yaşayırlar. Birisi də onu eyni vaxtda yaşayırlar. Lut aleyhissalamı da Sədum qövmünə göndərir. Sədum qövmü doğrusunu Allah bilir, İordaniya ərazisində ölü dənizin içində yerləşən ərazidir ki, vaxtı ki oraya bəldə olub, sonradan oraya ölü dənizə çevrilib və o bəldə göyə qaldırılıb, işgəncə və əzab olaraq Allahdan vəbal və cəza olaraq gəlmişdi. Lut aleyhissalam birisi Sədum qövmünə göndərilib. Lut aleyhissalam yanına bədbəxtlər gələndə, bizim terminlə üzdən İraqlar gələndə və onun yanındakı olan o gəncləri tələb eləyəndə, özləri də bilmirlər ki, bu gənclər gənc insan simasında olan əzab üçün gəlmiş mələklərdir. Özdə hansı mələklər? Cəbrail, İsrafil, Mikail, ən əzəmətli mələklər. Allah-u Teala mələklərin yanında
bir qövmə nə üçün əzab etdiyinin hüccətini qaldırmaq üçün, özünün haqq tali olmasını ispat eləmək üçün, həmin ən əzəmətli mələkləri şahid simasında onları gənc, çox göyçək yaraşıqlı, gənc bir insan simasına çevirmiş və həmin bəldəyə, Sədum bəldəsinə göndərmişdi. Həmin Sədum bəldəsinə gələndə o gənclər, əvvəlcə İbrahim Əleyhisselam onları tanımır, yoldan keçən bir gənclər zənn edir. Hara gedirsiniz gənclər? Dedilər o kəndə, ora girməyin. Yox, illa ki biz oradan keçməliyik, biz oradan mütləq keçməliyik. O zaman mənimlə burada qalın axşama kimi, mən sizi axşam öz evimdə qonaq edərəm, deyir Lut Aleyhissalatu vesselam. Amma ora getməyin. Özü də o qədər həyalı olur, peyğəmbərdir. O qədər ədəbli olur ki, oradakı olanları onlara demir. Niyə görə ora getmək olmaz? Həm də onun kamil əxlaqındandır ki, bir xalqın, bir millətin eybini ifşa eləmir, açmır. Həm də ki, onların eybini yad bir insanlara, tanımadığı bir insanlara, yoldan keçənlərə neyinir? Açıb danışmır ki, orada belə bir şeylər var. Getməyin. Niyə getməyə? Getməyin gənclər. Məsləhət deyil. Burada böyük bir əxlaq dərsi var. Və deyir ki, axşam mən sizi qonaq edəcəm. Birbaşa evimə gedəcəksiniz. Əl-xulasa baş verənlər baş verilir. Deyilənə görə onun qarısı xain, yəni kafir. Gedir qəbilə başçısına, yəni qavm-u Lutun başçısına gedir, qəbilə başçısına deyir ki, ey, ərimin bir sənəcə qonaqları gəlib gecə, üç gənc, yaraşıq, elə, belə. Həmin o qəbilənin başçısı da onlardandır. Təsəvvür edin. Qəbilə başçısı məşvərət edir ki, bəs qənimət gəlib. Bizim kəndə qonaq gəlib. Kimə gəlib? Düşmənimizə. Bizə yaxşılıqları tövsiyə edən, bizi bu əməldən çəkindirən, dəfələrlə hədələdiyimiz, ey Lut, əgər bu tövsiyələrindən əl çəkməsən, biz səni daşqalaq eləyəcəyik, sən həqiqətən təmiz adamsan, bizlik deyilsən. Çıx aramızda, sənin bizim aramızda nə işin var? Onun yanına gəlib. Dedilər, neyniyək, gedək, o gənclər necə tələb eləyək? Baxın, qardaşlar, şəhvət gör necə mırdar şeydir ki, artıq ağıl işləmir. Deyir, qol-qola girək, əl-ələ tutaq və gedək onun qapısına bir ağızla o qonaqları tələb eləyək. Ey Lut, qonaqları bizə ver. Təsəvvür Lut Əleyhisselam birdən səs küyə qalxır. Qapını açır ki, وَجَاءَ أَهْلُ الْمَد۪ينَةِ مُبَشِّرُونَ Şəhər əhli sevinə-sevinə, gülə-gülə gəldilər. Bir bişara üçün, bir xoş xəbər üçün ki, bəs biz bildik nə var, nə yox. Ey Lut, qonaqları bizə ver. Qaydım nə deyir? قَالَ إِنَّ هَؤُلَاءِ بَنَاتِ هُنَّ أَطْهَرُ لَكُمْ Deyir ki, kənd əhlinin qızları, mənim qızlarım deyir. Halbuki heç biri onun qızları deyildir. Kənd əhlinin qızları. Gəlin sizi onlarla evləndirim, onları sizə ərə verim. Bu sizin üçün daha təmiz, daha pakdır. Şahid nə gedir burada? Lut Aleyhisselam Sədum qövmünün peyğəmbər olduğuna görə Sədum qövmünün qızları sanki öz balalarıdır. Gəlin sizi qızlarımla evləndirim. Bu ayetin təfsirində öz qızları qəsd olunmur. Sədum qövmünün qızları. Buradan da alimlər nə fayda çıxardır? Hər bir peyğəmbər öz ümmətinin atasıdır. Hər bir peyğəmbər öz ümmətinin atasıdır. Və qayıdıq əş-şahid həmin birinci hədisə. Allah Nəbisi sallallahu aleyhi ve sellem mübarək əl şərifini gəncin köksündən qaldıranda deyir ki, gənc vallahi o mənə, yəni artıqcına mənə, yəni irgəndirildi və həyatında ən nifrət etdiyim bir şeyə çevrildi. Alimlər deyir ki, baxın, hər bir ata burada Resulullah sallallahu aleyhi ve sellem etdiyini etməlidir. Ola bilsin ki, onun övladı çaşa, aşa, aza, ağlı özündə olmaz. Narkomaniya quşağına bilir, misal üçün, iqramaniya, yaxud da ki, pis yola. Hə, kəsdim, doğradım, evdən qovdum, nə bilim, bu iş deyil. Bu iş deyil. Birinci mərhələ ona kömək etmək, onu dinləmək və ona qarşı şəfqətli olmaq. Necə Allah Nəbisi sallallahu aleyhi ve sellem həmin o övlada, sanki onun atasıdır, o da ümmətdən bir övladıdır. Necə oldu? Dedi ki, çırpın bunu sahabələrə, yoxsa imkan verdi onu çırptılar. Əksinə onları əyləşdirdi, toxunmayın dedin. Da'uhu, kimsə toxunmasın. Və onu dinlədi, diqqətlə. Dinləyəndən sonra onun səhv yolda olması ona hüccət olaraq qaldırıb ispat elədi. O gənc dərk elədi ki, o səhv yoldadır. Əvvəlcə bunu şübhəni apardı.
Və sonra şəhvəti də bir həkim kimini necə ondan apardı? O da ki, mənəvi yolla ona ruqiyyə əş-şərif etməklə, dua etməklə. Və burada alimlərin gözəl bir sözü var ki, biz ələxüsus elə bir zamanda yaşayırıq ki, günahkarlara günah eləmək daha da asanlaşıb. Və günahlar çeşidlənib və çoxalıb. Artıq günah insanların cibindədir. Onların ovucunun içindədir. Və artıq günahkarlara günah eləmək daha asandır. Hətta bunu dərsdə danışan Şeyx Abdurrazzaq, Abdülmuhsin el-Bədir, hafizahullah, bizim şeyximiz qəhərlənir və ağlayır. Deyir ki, bizim o fasiklərə əksinə yazığımız gəlməlidir. Onsuz da onlar günah bataqlığında uçuruma gedirlər. Və ələxüsus zamanda günahlar çoxalıb və asanlaşıb və insanlar yaxınlaşıb. Biz onlara kömək eləməli, necə Allah Nəbisi sallallahu aleyhi ve sellem həmin o günahkar bəndəyə kömək edən kimi. Məhər həmin bəndə də onlardan biri deyilmi? Gəldi dedi ki, mənə icazə ver, qoy zina eləyim. Eyni misal deyilmi? O dövrün gənci, bu da bu dövrün gənci. Düzdürmü? Və Allah Nəbisi sallallahu aleyhi ve sellemin üslubunu götürmək və gənclərə tövsiyə etmək və onları bütün günahlardan çəkindirmək lazımdır. Hədə və sallallahu aleyhi ve sellem alə nəbinə Muhammed və alə alihi və sahbə ecmain.